Amma mən hesab edirəm ki, Putin birisi bir neçə il bundan qabaq ya ki, müharibənin başlamasından qabaq çox gözəl bir ifadə işlətmişdi və bu gün həmin ifadə yenə də dillərdədir. O demişdi ki, böyük siyasətdə dövlətin daimi dostu yoxdur, daimi marağı var. Və bu gün Rusiya prezidenti və Rusiya hökuməti məhz bu prinsipdən çıxış edir və Rusiya prezidenti hesab edir ki, Türkiyə və Türkiyənin yaxın şərqdə və ümumiyyətlə dünyadakı siyasəti Rusiya maraqlarına hələ ki cavab verir və nə vaxta qədər ki, Türkiyənin siyasəti Rusiyanın siyasəti ilə uzlaşacaq, o vaxta qədər də Türkiyə Rusiya üçün maraqlı dövlət olacaq və o Türkiyənin siyasətinin arxasınca gedəcək, yaxud da siyasətini dəstəkləyəcək. Amma indiki məqamda isə Rusiya Türkiyə üçün, Türkiyənin Rusiya üçün olduğundan daha maraqlıdır, daha əhəmiyyətlidir. Nəyə görə? Bildiyimiz kimi son hadisələr fonunda Türkiyənin həm Avropa İttifaqı yanında, həm də Amerika Birləşmiş Ştatlarının yanında eyni zamanda dünya dövlətlər arasında Türkiyənin nüfuzu 1-ə 10 artmışdır və məhz bu Rusiya-Ukrayna müharibəsi və Amerika Birləşmiş Ştatları Rusiya danışıqlarının səbəbindən meydana gəlmişdir. Eyni zamanda Türkiyədə regionda mövcud olan münaqişələrin həll edilməsi istiqamətində, xüsusən də ki, Rusiya-Ukrayna münaqişəsinin həll edilməsi istiqamətində tərəfsiz mövqeyi ilə ciddi vasitəçi roluna artıq layiq görülmüşdür. Baxmayaraq ki, həm Avropa İttifaqı, həm də ki, Amerika Birləşmiş Ştatları Türkiyənin həm bu müharibədə, həm də ki, regionda, həm də qlobal səviyyədə rolunu ciddi şəkildə azaltmaq cəhd edirlər. Amma buna nail ola bilmirlər və bu gün Avropa İttifaqı məhz Türkiyədə, Amerika Birləşmiş Ştatları Türkiyədən öz təhlükəsizlik çətrini yığışdırdığı təqdirdə Türkiyəyə ciddi ehtiyacları var və bu gün Avropa İttifaqının emissarlarının tez-tez Türkiyə ilə danışıqlar apardığının şahidi oluruq. Və bu məqamda mən hesab edirəm ki, Türkiyə və bugünkü rolundan daha uğurla istifadə edəcək və gələcəyə çox ciddi sərmayələr qoyur. Və bu sərmayələr məhz Rusiya vasitəsilə və Ukrayna vasitəsilə həyata keçirir və mən hesab edirəm ki, Türkiyə bundan sonra da daha da çevik siyasət etmək və bu münaqişənin həll olmasında ciddi səy göstərmək istiqamətində addımlar atır.